Maddələr mübadiləsinin birinci sualına baxaq. Yunancadan plastikos sözünün mənası nədir? Yapmaq, düzəltməkdir mənası. İkinci sual. Arasındakı xemosintez edici orqanizmlər vardır. Xemosintez edici orqanizmlər yalnız bakteriyalar aləmində var. Üçüncü, orqanizmlərin əksəriyyəti üçün zülulların biosintezində əsas mərhələlərin düzgün ardıcıllığı. Birinci transkripsiyadır, DNT-dən RNT-nin sintezi, sonra isə məlumat RNT-sinin ribosoma gəlib translyasiya prosesini həyata keçirir. Yəni, transkripsiya və translyasiya E variantı. Dördüncü sual. Amin turşularını kodlaşdırmayan DNT tripletlərini müəyyən edin. Bunlar ATT, AST və ATS-dir. Xemosintezi kim kəşf etmişdir? Vinogradski. 6. Fotosintezin əlavə məhsuludur. Oksigen. Fotosintezin əsas məhsuludur. Glikoza. 8. Fotosintezin işıq fazasının nəticəsində əmələ gələn maddələr. Burada əmələ gəlir ATF, oksigen və hidrogen atomu. 9. Fotosintezin işıq fazasında qranların membranlarının müxtəlif tərəflərinə toplanaraq potensiallar fərqi yaradır. Elektronlar və hidrogen protonu. Elektronlar daxili membranın xaricində, hidrogen atomu isə daxilində toplanır və potensiallar fərqi yaranır. 10-cu sual. Fotosintezin qaranlıq fazasının tənliyini göstərin. Y variantı, karbon qazı üstəgəl 24 hidrogen atomu və nəticədə glikoza üstəgəl su alınır. Digərləri isə bu fotosintezin yekun tənliyidir. Bu glikozanın parçalanmasıdır, glikoliz prosesi. Digərləri də süd turşusunun hidrolizidir. 11-ci sual. Fotosintez prosesinin yekun tənliyi hansıdır? Fotosintez prosesinin yekun tənliyi karbon qazı üstəgəl 6 molekul su. 12-ci sual. Bakteriyaların mineral birləşmələri oksidləşdirmək yolu ilə enerji əldə etməsi adlanır xemosintez. 13-cü suala baxaq. Sual işarəsinin yerinə yazmaq olar. Deməli, su daxil olub fotosintez nəticəsində işığın iştirakı ilə, digər tərəfdən karbon qazı olmalıdır ki, onun üzvü maddə və oksigen alınsın. Cavab karbon qazı D. 14-cü sualda sual işarəsinin yerinə bizdən əmələ gələcək maddəni soruşur. İşığın təsiri ilə su və karbon qazından üzvü maddə və oksigen əmələ gəlir. Burada üzvü maddə əsas məhsuldur, oksigen isə əlavə məhsuldur. 15-ci sual. Eukaryot canlıda genetik kodun hansı tripletləri polipeptid zəncirinin sintezinin başa çatmasının siqnallarıdır? Deməli, DNT zəncirində ATT, AST və ATS-dir. RNT-də isə UAA, UAQ, mRNT-də və UQA bunlardır. İndi bizdən bu ardıcıllığa uyğun olan variant B variantındır. 16-cı sual. Translyasiya prosesinin bilavasitə iştirakçıları mRNT, nRNT və ribosom RNT-sidir. Cavabımız Y variantı. 17-ci sual. Nisbi molekul kütləsi 500 minə çatan zülal təxminən neçə amin turşusunun əmələ gəlmişdir? Bir amin turşusunun zülalın daxilində kütləsi 110-dur. Deməli, 500 mini biz bölsək 110-a, buradan təxmini cavabımız olacaq 4545. 18. Yarpaqların ümumi səthinin sahəsi 7 kvadrat metr olan bitki işıqlı günün 13 saat müddətində neçə qram üzvü maddə sintez edər?
Bizim düsturumuz var idi. Fotosintezin məhsuldarlığı M bərabərdir S vurulsun T-yə. Burada M üzvü maddənin miqdarıdır. S yarpağın sahəsi, T isə zamandır. Bizdən M-i istəyir. M də bərabərdir. 7 vurulsun 13-dən. Tapırıq ki 70-91 qram. Cavab C variantı. 19-cu sual. Orqanizmdə 3,5 qram karbohidratın tam parçalanması zamanı ayrılan enerjinin miqdarı hansı sırada düzgün verilmişdir? 1 qram karbohidrat parçalananda 17,6 kilojoule enerji ayrılır. 3,5 qram karbohidrata x kilojoule enerji. Buradan da x-i tapsaq, x bərabərdir. 3,5 vurulsun 17,6-ya. Cavabımız 61,60 eləyəcək. Cavab Y variantı. 20-ci sual. Orqanizmdə karbohidratın tam parçalanması zamanı 44 kilojoule enerji ayrılıb. Parçalanan karbohidratın qramla miqdarı nə qədərdir? Bu sual bir öncəki sualın əksi kimi düşünək. Deməli, 1 qram karbohidrat parçalandı. 17,6 kilojoule enerji ayrılır. Və bizdən verib ki, 44 kilojoule enerji ayrılıb. Biz bilmirik bu karbohidratın qramını. X qram. X bərabərdir 44 bölünsün 17,6-ya. Buradan 44-ü 17,6-ya böləndə 2,5 alınır cavab. Cavabımız C variantı. 21-ci sual. 5 ribosomdan ibarət polisomda translyasiya prosesi gedir. Və mRNT-nin neçə nukleotidi bilavasitə bu prosesdə iştirak edir? Deməli, ribosom özü böyük və kiçik hissəcikdən ibarətdir. Bu ribosomun funksional fəal mərkəzində 2 triplet və yaxud 6 nukleotid dayanır. İndi bizə 5 ribosom verdiyinə görə 5 vurulsun 6-dan bizə nukleotidi soruşduğu üçün cavabımız 30 edir. B variantı. 122-ci suala baxaq. Deməli, 120 amin turşusu qalığından ibarət olan zülal molekulunu kodlaşdırmaq üçün neçə nukleotid tələb olunur? Bir amin turşusunu 3 nukleotid kodlaşdırır və yaxud bir triplet. Burada 120 amin turşusu verdiyinə görə 120-ni vururuq 3-ə. X bərabərdir, X nukleotid bərabərdir 120 vurulsun 3-dən, cavabımız 360. B variantı. 23-cü sualda 150 amin turşusu qalığından ibarət təşkil olunmuş zülal molekulunun minimum uzunluğu təqribən nə qədərdir? Amin turşusu qalığının uzunluğu 0,35 nanometrdir. Minimum dediyinə görə minimum rəqəmimiz bizim 0,35-dir. Deməli, 150-ni biz vururuq 0,35 nanometrə. Çünki 150 amin turşusundan ibarətdir bu zəncir. Və bu ədədi vursaq, cavabımız 52,5 nanometr eləyəcək. Cavab B variantı. 24-cü sual. Fotosintez zamanı neçə kvadrat metr yarpaq sahəsində 15 saat müddətində 300 qram üzvü maddə sintez olunar? M bərabərdir 300 qrama, T bərabərdir 15 saat. Və bizdən S-i istəyir. Yəni, yarpaq sahəsində S bərabərdir M bölünsün T düsturundan. Buradan tapırıq 300 bölünsün 15-ə bərabərdir 20 kvadrat metr. Cavabımız D variantı. 25-ci suala baxaq. Deməli, glikoliz nəticəsində 180 qram glikozanın parçalanmasından ayrılan enerjinin nə qədər ATF şəklində hüceyrədə saxlanılır? Biz glikolizin reaksiyasını yazsaq, deməli, buradan yazıram. C6H12O6 üzərinə 2 ADF üzərinə 2H3PO4-dən alınır. C3H6O3 2 molekul və 2 molekul ATF, 2 molekulda su.
İndi bizdən 180 qram glikoza verib. Normal reaksiyamızda da elə 180 qram glikozadan alınır 2 ATF molekulu və 200 kilojul enerji ayrılır. Bu 200 kilojul enerjinin 120 kilojulu istilik şəklində ətrafa yayılır, 80 kilojulu isə ATF-in sintezinə sərf olunur. Və 180 qram glikozanın parçalanmasından 80 kilojul ATF-in sintezinə sərf olunur. Orqanizmdə yağların oksidləşməsi zamanı 4,95 kiloqram su ayrılarsa, neçə kiloqram yağ parçalanmışdı? Deməli, 1 kiloqram yağ parçalananda 1,1 kiloqram su ayrılır. 4,95 kiloqram yağdan x kiloqram su ayrılar. Buradan cavabımızı x 4,95'i vursaq 1,1'ə deməli cavabımız eləyəcək 4,5 kiloqram. Cavab D variantı. 27-ci sual. Orqanizmdə 3,7 kiloqram yağın tam oksidləşməsindən nə qədər su ayrılar? Deməli, 3,7-ni vuracaq 1,1'ə. Bayaqki sual kimi. O zaman 4,7 kiloqram su ayrılar. Cavab Y. 28-ci sual. İşləyən əzələ hüceyrəsində hansının miqdarı nisbətən az olur? Təbii ki, ATF-in miqdarı azalacaq. Çünki ATF əzələlərdə sərf olunur. 29-cu sual. Bitkilərdə fotosintez nəticəsində əmələ gəlmir. Oksigen əmələ gəlir. Glikoza əmələ gəlir. Oksigen əmələ gəlir. Glikoza əmələ gəlir. Ancaq mineral maddələr və karbon qazı istifadə olunur. Buna görə cavabımız Y variantı. 30-cu sual. Bitkilərdə fotosintez üçün bilavasitə istifadə olunmur. İşıq enerjisindən istifadə olunur. Karbon qazı və sudan istifadə olunur. Mineral maddələr və karbon qazından istifadə olunur, ancaq oksigen fotosintezin əlavə məhsuludur. Burada istifadə olunur, yaranır oksigen. 31-ci sual. Transkripsiya sözünün latincadan tərcüməsi üzünün köçürülməsi deməkdir. 32-ci sual. Glikozanın glikoliz mərhələsinin parçalanması zamanı ayrılan enerjinin müvafiq olaraq neçə faizi istilik enerjisi şəklində yayılır və neçə faizi ATF-in sintezinə sərf olunur? Deməli, 60% istilik şəklində yayılır, 40% isə ATF-də ehtiyat halında saxlanılır. ATF-in sintezinə sərf olunur. 33-cü sual. Eyni bir amin turşusunun daşınmasında minimum neçə cür NRNT-si iştirak edir? Minimum dediyinə görə minimum 1, maksimum desəydi 6 olardı. 34-cü sual. Transkripsiya prosesində sintez olunan zolal molekulunda amin turşuların ardıcıllığı təmin olunur. Xeyr, bu translyasiyada olur. DNT-də olan irsi məlumat əsasında mRNT sintezi olunur. Bəli, transkripsiya üzünün köçürülməsidir. DNT-yə əsasən RNT-nin məlumat RNT-sinin əmələ gəlməsi, yəni məlumatın RNT-yə köçürülməsidir. Translyasiya prosesinin mahiyyəti isə sintez olunan zülal molekulundakı amin turşuların ardıcıllığının mRNT-dəki triplet ardıcıllığına uyğun təmin olunmasıdır. Bəli, cavabımız B variantı. 35-də. 36-cı sual. Plastik mübadiləyə aiddir. Plastik mübadiləyə biz digər adı anabolizm deyirik, yəni kiçik molekulu birləşmələrdən böyük molekulu birləşmələrin əmələ gəlməsi reaksiyasıdır. Biz buradakı reaksiyalara baxsaq, nişastadan glikozanın alınması parçalanmadır, yəni energetik mübadilədir. Glikogendən glikozanın parçalanması da energetikdir. Nuklein turşularından nukleotidlər parçalanaraq ayrılır, bu da energetikdir. Polisaxariddən monosaxaridin alınması da parçalanma reaksiyasıdır. Ancaq amin turşuları birləşərək zülal zənciri əmələ gətirir ki, bu biosintez reaksiyasıdır, yəni plastik mübadiləyə aiddir. Cavabımız Y variantı. 37-ci sual. Canlılarda
Genetik məlumatın ötürülmə ardıcıllığının DNT, RNT, polipeptid istiqamətində olduğu məlumdur. Bu proses nəticəsində bilavasitə hansı molekul yaranmaz? Interferon zülaldır. Bu yaranacaq. Lizosin fermenti yaranacaq. İnsulin zülaldır. Yaranacaq. Ancaq albumin də zülaldır. Lakin metionin amin turşusu olduğuna görə amin turşuları yaranmır. Sadəcə amin turşularından zülal molekulu yaranır. Buna görə də D variantı olacaq. 38-ci sual. İnsan orqanizmində baş verən anabolizm prosesləri hansılardır? Anabolizm, deməli, glikozadan glikogenin sintezi. Bu anabolizmdir. Glikozadan süd turşusu, bu parçalanma reaksiyasıdır. Amin turşusundan zülal, bəli, bu anabolizmdir. Glikozadan nişasta, bu monomerlər birləşib polimeri əmələ gətirirsə, nişasta, glikozadan nişasta, bu da anabolizmdir. Amma insan orqanizmində getmir nişasta. Ona görə 4-ü çıxırıq. Süd turşusu, karbon qazı da parçalanma. Ona görə 1, 3. 39-cu sual. Deməli, DNT polimerazanın monomeri. DNT polimeraza fermentdir. Fermentində monomeri amin turşularıdır. 40-cı sual. Metionin amin turşusuna aid yanlış mülahizəni müəyyən edin. N-RNT müxtəlifliyinin sayı bir ədəddir. Doğrudur. Çünki metionin və triptofan bir tripletə uyğun gəlir. B. Kodonu AUG-dir. Bu da doğru ifadədir. C variantı. Genetik kodu TAS-dır. Bəli, TAS-dır. Yine DNT-də. Deməli, bir kodla kodlaşdırılır. Doğrudur. Antikodonu AUG-dir. Xeyr, antikodonu bu mRNT kodudur. Antikodonu A-nın qarşısında olacaq urasil, adenin və qarşısında olacaq sitozin. Antikodonu budur. U-A-S mRNT-də. Cavabımız burada Y variantıdır. Sonra 41-ci sual. X prosesi hansıdır? Deməli, translyasiya baş verib, zülal baş verib. İlk öncə transkripsiya baş verir. Cavabımız A variantı. 42-ci sual. Əgər DNT molekulunun bir zəncirində nukleotidlər bu ardıcıllıq ilə düzülmüşsə, komplementarlıq prinsipinə əsasən onların qarşısına məlumat RNT-sinin hansı nukleotidləri düzüləcəkdir? Deməli, olacaq U, A, A, G, S, U, G, G, S, S. İndi bu variantlarda baxaq. U, A, G. Cavabımız D variantı. 43-cü sual. Fotosintez zamanı ATF sintetaza fermentinin kanalından hansı istiqamətdə və hansı hissəciklərin keçməsi baş verir? Fotosintez zamanı daxili membranın xaricində elektronlar düzülür, mənfi yüklü elektronlar, daxilində isə hidrogen protonları. Sonra ATF sintetaza kanalı açılır, hidrogen protonları, hissəcikləri elektronlara doğru hərəkət edir, yəni daxili membranın xaricinə doğru. İndi baxaq, oksigen hissəciklərindən söhbət gedə bilməz. Burada hidrogen hissəciklərinin daxili membranın xaricinə doğru hərəkəti baş verir. Deməli, cavabımız B variantıdır. 44-cü sual. Oksigenli parçalanma prosesində ATF sintetaza fermentinin kanalından hansı hissəciklər və hansı istiqamətdə keçir? Oksigenli parçalamada fotosintezin əksi baş verir. Deməli, daxili membranın xaricinə doğru müsbət yüklü hissəciklər, hidrogen ionları düzülür. Daxilində isə oksigenin mənfi yüklü ionları. İndi buradan baxaq cavabımıza. Hidrogen ionları daxili membranın xarici tərəfinə istiqamətdə keçirlər. Xeyr, xarici tərəfinə keçmirlər. Xaricində düzülürlər, sonra daxilinə doğru keçirlər oksigenlə birləşməyə. Bu yanlışdır. Oksigen hissəcikləri daxili membranın daxili tərəfinə. Xeyr, oksigen olduğu kimi qalır.
Hidrogen hissəcikləri daxili membranın daxili tərəfinə, bəli, doğrudur. Çünki onlar daxili membranın daxilinə doğru hərəkət etməyə başlayırlar. 45-ci sual. Fotosintez prosesində atmosferə buraxılan oksigen ayrılır sudan. 46-cı sual. Bataqlıq şəraitində bəzi bakteriyaların fəaliyyəti nəticəsində suyun üzərində sarı rəngli örtük əmələ gəlir. Bunların hansı bakteriya olması ən çox ehtimal olunur və sarı örtüyü təşkil edən nədir? Bunlar kükürt bakteriyalardır, örtük də kükürtdür. Cavabımız D variantı. 47-ci sual. Fotosintez üçün hansı proseslər səciyyəvidir? Oksigenin udulması, üzvü maddənin sintezi və enerjinin toplanması. Xeyr, oksigen udulmur, oksigen ayrılır. Sonra oksigenin ayrılması, üzvü maddələrin sintezi və enerjinin toplanması. Bəli, bu ifadə doğrudur. 48-ci suala baxaq. Zula zəncirinin translyasiya zamanı 50 molekul su əmələ gəlib. Həmin zol neçə amin turşusu qalığından ibarətdir. Əgər n qədər amin turşusu iştirak edibsə, zulal zəncirinin əmələ gəlməsində n çıxılsın 1 qədər su ayrılır. İndi bizdən 50 molekul su ayrılıbsa, deməli n üstəgəl 1 qədər amin turşusu iştirak edib. Yəni 51 amin turşusu bu zəncirdə var. 49-cu sual. mRNA-dəki nukleotidlərin ardıcıllığı neçə amin turşusuna uyğun gəlir? AGG 1 amin turşusudur, çünki bir triplet. Bu ikinci bir amin turşusu. Bu üçüncü, dördüncü, beşinci, altıncı. UAG isə strop tripletdir və amin turşusu kodlaşdırılır. Deməli, burada 1, 2, 3, 4, 5, 6 amin turşusu var. 50-ci sual. 6 mol süd turşusu tam oksidləşdikdə neçə mol ATF alındığını hesablayın. Deməli, 2 mol süd turşusu tam oksidləşdikdə 38 mol ATF alınır. Ancaq 6 mol 6 mol x bərabərdir 6 vurulsun 38 bölünsün 3-dən 2-dən burada qalır 3 və 36 mol 36 mol oksigenli parçalanması nəticəsində 3 vurulsun 36-dan cavabımız 108 mol. Cavab B variantı.